Salam məzləyicilər, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda sizlərə pambıq kimi yumuşaq, çox dadlı, asan hazırlanan süd çörəyinin reseptini bölüşürəm. Deməli, bunun üçün ilk öncə qaba 200 ml stəkandan 1 stəkan ilıq süd tökürəm. 1 çay qaşığı dolu olmayan quru maya tökürəm və bunları biraz qarışdırıram. Ardından bura bir dənə orta boy yumurta tökürəm. Və bura 150 qram şəkər dozunda tökürəm. Elə bir 200 ml stəkandan 2 barmaq aşağı təxmini olur 150 qram şəkər dozu. Deməli, bunu da tökəndən sonra yüngülcə qarışdırıram. Üzərinə 100 qram əritdiyim kər yağını da tökürəm. Cüzi çay qaşığının ucunda biraz duz tökürəm. Çox gözəl dad verir şirniyyatlara duz. Yarım çay qaşığı kimi də sarkök bura əlavə eləyirəm. Təzədən bunları biraz qarışdırıram. Və üzərinə son olaraq 4 stəkan ələdiyim unu da əlavə eləyib xəmirimi yoğurmağa başlayıram. Gördüyünüz kimi çox gözəl, yumuşaq, ələ yapışmayan bir xəmir alınır. Xəmirin üzərini bir dəsmalla örtüb, ilıq yerdə təxminən 1-2-3 saat mayalandırıram. Artıq təxmini 2 saat yarım, 3 saat keçib, xəmirim özünə gəlib mayalanıb. Xəmiri belə masanın üzərində biraz uzunsov formaya salıram və tənbərabər ortadan 2 hissəyə bölüb kündə alına gətirirəm. Və kündələri belə gördüyünüz kimi əlimlə üzərinə bastalayaraq genişlədib yayıram. Və xəmirləri yağladığım listəyə yerləşdirirəm. İstəsəz bunu yağlı kağızın üzərindən də yerləşdirə bilərsiniz. Məndə evdə hazırda yox idi deyə belə listə qoydum kündələrimi. Burada da biraz belə gördüyünüz kimi genişlədirəm əlimlə basaraq üzərinə. Və üzərlərini bir salfanla örtüb, ilıq yerdə təxminən bir yarım saat gözlədirəm. Və artıq yarım saat keçdi. Xəmirlərin üzərindən salfanı götürüb, bir yumurtanın sarısını götürmüşəm mən. Elə bir bunu fırça ilə hər tərəfinə yaxşı-yaxşı çəkirik. Və üzərinə çəngəlin arxası ilə belə gördüyünüz kimi naxışlar çəkirəm. Qabarcıqlar əmələ gəlməməsi üçün belə gördüyünüz kimi bir-iki yerindən deşiklər açıram ki, yersiz qabarmalar olmasın. Axırda üzərlərinə biraz küncüt də səpirəm. Və qoyuram 170-180 dərəcədə yarım saat bişsinlər. Artıq süd çörəklərim bişib. Gördüyünüz kimi üzəri çox gözəl qızarıb, içərisi yumyumşaq. Bir içərisini kəsib sizə göstərmək istəyirəm. Çayın yanında çox dadlı bir şirniyyatdır. Mütləq hazırlamanızı tövsiyə edirəm. Bu qədər, sağ olun, salamat qalın.